Xəlilzad da şəhiddir də. Belə insanlar şəhiddirlər də. Yəni, Həqiqətən. xalq uğrunda şəhid olanlar. O şeirlərində də həmişə deyirdi ki, qorxuram ki, bir gün gələr, vətən deyə Xəlil balam qurban getdi. Düz. Yəni, valla dövlətimiz də həmişə belə adamların qiymətini verirlər. Bəli. Xalqı da verir, xalqın da qəlbində yaşayır. Amma nə qədər çox olsalar bir orada yaxşıdır. Kitaba məhəbbətli adam alır. Bəli. Uşaqların bağışının altında olmalıdır bu əsərləri. Çünki vətənpərvər xalqlar həmişə əbədi yaşayacaq. Əncələ xanım da sağ olsun. Çox gözəl təmir elətdirdi bunu. Çox sağ olsun, həqiqətən də. Həm Xəlilzada sevənlər üçün, həm o ziyarət edənlər üçün çox gözəl bir şərait yaradılıb. Allah Tənzə Üstamxanlıya, Sabir Üstamxanlıya uzun ömür versin. Onların həqiqətən də xidməti fəaliyyəti, gördüyü işlər çox ürəkaçandır, təqdirə layiqdir. Yaxşı kompleksli. Çox gözəl kompleksi yüksək səviyyədə də inşa edilib. Necə lazımdır, gözəl. Könül oxşayan. Xəlilzad rəhmətli bu kətdəndir. Neftçala rayonu Kürəkdə kəndi. Bizim gözəl qədim kətlərimizdən biridir. Ümumiyyətlə Neftçala zaman-zaman həmişə Salyan Neftçala olmasına zaman-zaman daha şəxsiyyətlər geçir. Əli bəy Hüseynzadələr, Ramiz Məlikovlar, Xəlilzada, Həsən Məmmədovlar. Mənə elə gəlir ki, Xəlilzada Ulutürk sizin ailədə olub da. Sizin rəhmətli əminiz Xanoğlan Məmmədovla dəfələrlə onlar sizin evinizə. 70-ci, 80-cı illərdə əmimgilə Xulluq qəsəbəsinə çox gəlib gedirlər. Əmim mən Baş Dövlət Universitetinin filologiyasını tutarmışdı. Çox savadlı insan idi. Çox ensiklopedic biliyə malik idi o. Onlar da bura onun savadına gəlirdilər. Yəni əyalətdə belə bir savadlı insanlar var yoxdur. Biz də orada balaca uşaqlar idi. Gəlirdik, gedirdik, baxırdık bunlara həsədlə. Yəni indi elə hesab edək ki, böyük bir məktəb olur da o. Biz həmin mühitdə böyümüşük. Ona görə indi bizi heç kəs əyri yola çəkə bilmir də. Bəli. Tamamilə doğrudur. Vallahi. Heç kəs bizi sındıra bilmir, heç kəs bizi vətənimizdən döndərə bilmir. Nə qədər vətənin, dövlətin əleyhinə yanımıza danışanlar da olsa, biz onları yerində otuzdurmağı bacarırıq. O tərbiyənin nəticəsidir də bu, Allahdır. Başqa heç yeri yoza bilmərəm. Tamamilə doğru. Çünki biz başqa yolun yolcusu olsaydı, o cür tərbiyə görmüş insanlar, vətənə ən böyük xəyanət edir. Xəlilzada Ulutürkdəki bizim ədəbiyyatımızın ən parlaq simalarındandır. İstiqlal şairimizdir. İstiqlal düşüncəsinin həqiqətən də yüksək səviyyədə, bütün varlığı ilə yaşayan, vücudu ilə, düşüncəsi ilə, ruhu ilə yaşayan insanlardan olur. 3 istiqlal şairimiz var. Ondan başqa dəqiq bilmirəm kimlərdə, amma əsas 3 istiqlal şairimiz var. Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlilzada. Çünki bunların əsərləri 50-ci, 60-cı, 70-ci illərdən bəri xalqın oyanışında müstəsna rol oynayır. Bəli. Buna görə bunlara... Mən ora, yəni həyat təcrübəmdən yaşım az olsa da, mənə elə gəlir ki, müəllim, Sabir Üstamxanlıyı da əlavə eləmək olar. O bugünkü gün də o bizim milli ruhumuzun səsidir. Həqiqətən də istiqlal düşüncəmizin ən parlaq simalarından biri də odur. Mən deyərdim bayraqdarıdır. Qardaş, o canlı karifeyimizdir o. O bilər, məsələn, rəhmətə gedib, amma bu canlı deyil, bizim nemətdir ki, o sağdır. Həqiqətən də Allah uzun ömür versin. Canlı şəkildə faydalana bilərik. Bəli. Ancaq bir məsələ var ki, yəni Sabir müəllimin də özünə məxsus dəst xətti var da. Məsələn, Bəxtiyar Vahabzadə mənim fikirdə fəlsəfi şairdir. Məmməd Araz el-elat şairidir. Yəni el-elat dilində yazılmış. Bəli. Sadə dildə, mənim çöl əlifban Mazqal dilində, o keçdin orağı yağla, cıy keçdin cütü qulaqla. Nə yaxşı əlifba, adam başlanır, atadan başlanır, anadan başlanır. Bəxtiyar deyir, fəlsəfi fikrə baxıydı. Fəlsəfənin qanunu deyir bu, inkar qanunu. Bəli. Çox ovlaqlar içində, çox ovları ovladım. Aşıb daşan eşkimi mən artıq cılovladım. Mən atamı ötmüşəm, mən ötür evladım. Niyə də ötməsin ki? Axı dünya fırlanır.
fəlsəfə inkar qaldı. Bəli. Xəlil Rza da ki, vətənpərvərlik aşığı, açıq, heç bir sətir altı ifadə işlətmədən, Bəli. birbaşa sözün deyən, Bəli. düşməninə də, dostuna da sözün deyən, dostuna qoynun asan, düşməninə yumruğunu göstərən cəsarətli bir insan. Görmüsən, deyir, özün şəlaləyə oxşar, cəsarətli insanı şəlaləyə oxşar. Dağlardan atılan köhlən şəlalə, şəlalə dağların mərd övladıdır. İldırım buludun, tufan dənizin, cəsarət kişinin istedadıdır. Maşallah, əhsən. Cəsarəti istedad sayılır. Bəli. Yəni insanda cəsarət olmasa, bəli, heç nə var. Bəli. O sizin sözünüzə qüvvət həqiqətən də bugünkü gündə Xəlil Rza Ulutürk fiziki olaraq bizim yanımızda olmasa da onun misraları, onun yazdığı bütün ədəbi fikirlər həqiqətən də bugünkü gündə gənc nəsil üçün, ədəbiyyat sevərlər üçün həmişə ən yadda qalan, ən gözəl misralardan, ən gözəl ədəbi cümlələrdən, ən gözəl təsirli ifadələrdən və vətən sevgisinin özündə aşılayan gözəl təsirli kəlmələr, sözlər olacaq həqiqətən də. Sabir müəllim, Bəxtiyar Vahabzadənin də dostları, onlardan gənc olur. 20 yaş, 15 yaş gənc olur Sabir müəllim. Amma onlarla oturub durub, onların məktəbindən bəhrələnir, Sabir Üstadxanlı. Ona görə də onun əsərlərində şirinlik var da, Sabir müəllim. Anladın mı? Hissən. Elədir. İnsan bir 3 də ağıllı adamdan oturar, 4-cü ağıllı adama olur. Bu yaxınlardan biz onun Təbriz şeirini oxuduq. Çox möhtəşəm bir şeir idi. Həddindən artıq ha. Dəhşətli, mənə o qədər gözəl, xoş təsir bəxş elədi o şeir. Təbriz şeiri ümumiyyətlə o qədər cəsarətlə yazılmış bir şeydir ki, o Xəlil Rza demişkən Sabir müəllimin həmin o cəsarətli kişilərdən də, Bəli. istedadı cəsarət olan kişilərdən də. Həqiqətən. Orada açıq aşkar deyir. Deyir, yerdən əli üzülüb, göydən gəlmir pənahı, Farsın işğalıdır bu, torpağın nə günahı. Din adına irtica, bu ki yalan söz deyil, Təbriz buna inanmaz. Musa Təbriz deyil. Möhtəşəm yazıb o. Həddindən artıq çox gözəl yazıb. Allah bu şairimizə rəhmət. Hə, Xəlil Rza Ulutürk də Allah o rəhmət eləsin. Gəldi ziyarət etdi. Həqiqətən də o xoş oldu və Sinimdən buradakı dağ- yaradılan şərait çox gözəl, xoş təsir bəxş elədi bu mənzərə. Allah Tənzilər Üstəmxanlıya can sağlığı versin. Bu nə deməkdir? Bu Tənzilər Üstəmxanlının həqiqətən də Xəlil Rza yaradıcılığına verdiyi ən böyük dəyərlərdən, ən böyük ədəbiyyatımıza verdiyi dəyərlərdən biridir.